Porsche muzeyində Mercedesin nə işi var? Mən bu sualın cavabını sizlərə izah edərkən, siz də o sırada videoya like ataraq kanala abunə olun. Belə ki, 90-cı illərin əvvəllərində Mercedes-Benz, BMW M5 E34 və Audi S4 kimi modellərlə rəqabət aparırdı. Buna görə də yüksək həcmli mühərriklə təchiz edilmiş avtomobil istehsal etmək istəyirdilər. Mühərrikin istifadə ediləcəyi avtomobil isə W124 idi. Lakin bir problem var idi. Avtomobildə mühərrikə ayrılmış hissə yetərli qədər deyildi. Digər tərəfdə isə Porsche ciddi maliyyə çətinlikləri ilə üzləşmişdi. Bunun üzərinə Mercedes-Benz Porsche'yə əməkdaşlıq təklif etdi. Bundan sonra isə Porsche avtomobilin ön hissəsini və askı sistemini yenidən dizayn etdi. Hər bir avtomobilin istehsalı təxminən 8 gün çəkirdi. Bu vaxtda isə avtomobillər Mercedes və Porsche fabrikləri arasında bir neçə dəfə gedib gəlirdi. Nəhayət M119 mühərriki ilə təchiz edilmiş W124 E500 istehsal olundu. 5 litr 8 silindrli mühərrikdən təxminən 326 at gücü alan avtomobil 0-dan 100-ə sadəcə 5.5 saniyədə çıxa bilirdi və AMG tərəfindən modifiyə edilmiş nadir avtomobillərdən biri olan W124 E60 AMG 6 litr 8 silindrli M119 mühərrikindən 375 at gücü 580 Nm tork alan avtomobil 0-dan 100-ə sadəcə 5 saniyədə çıxa bilirdi. Son olaraq onu qeyd edim ki, W124 həm Porsche'nin həm də Mercedesin xilaskarı olaraq adını tarixə qızıl hərflərlə yazmağı bacardı.